Salam səhifəmin gözəl izləyiciləri, necəsiz? İnşallah ki, yaxşısınız. Bu günləri sizə çox yumuşaq, çox ləzzətli bir piçenya reseptini paylaşacağım. Əgər sizdə də mənim kimi yaydan qalma mürəbbə suyunuz varsa, onu çox gözəl dəyərləndirmək üçün əla reseptdir. Düzdür, bir əlimlə mənə çətin oldu, amma yenə də belə baxıram ki, öhdəsindən gəldim. Həqiqətən çox ləzzətli bir piçenyadır. Mütləq sınayın. Bunun üçün götürürük əvvəlcə bir qabımıza bir yumurta və bir yumurtanın ağı. Sarısını üzəri üçün götürürük və bir paçka vanil əlavə edib qarışdırırıq. Məndə çəki ilə vanil olduğuna görə mən yarım çay qaşığı vanil tökdüm və daha sonra üzərinə bir stəkan mürəbbə suyu, bir stəkan da yağ əlavə edib yenə qarışdırırıq. Məndə ərik mürəbbəsinin suyuydu. Siz istədiyiniz, yəni sizin əlinizin altında qalan istənilən mürəbbə suyunu əlavə edə bilərsiniz. Və bunları da yaxşı qarışdırdıktan sonra üzərinə bir çay qaşığı dolu olmayan soda töküb və yenə qarışdırırıq. Ümumilikdə bizim bu xəmir üçün 4 stəkan yarım un gedəcək. Yəni sizdə una görə çünki dəyişir. Sizdə necə deyim, ehtiyatla tökün. Ələ yapışan bir xəmir olmalıdır. Yəni hər dəfə biz piçenyanı hazırlayanda, yəni yumrulayanda əlimizi yağa batırmalıyıq. Bax, elə ələ yapışan xəmir olmalıdır. Əgər çox un vursanız, onda sizin piçenyalar necə deyim, bərk alınacaq. Və mən də belə ehmalla tökdükdən sonra unu yavaş-yavaş qarışdırıram. Daha sonra isə əlimlə necə deyim, yoğurub elə tüklər demiş, kıvamına baxacağam. Aha, burada artıq xəmirim hazırdır. Baxın, xəmirin belə necə deyim, xəmirin forması belə olmalıdır. Məndə yağlı kağız yox idi deyə listi yağlayıram və əlimi hər dəfə yağa batırıb belə mandalindən biraz kiçik yumrular əldə edirəm. Və onları da belə yayıb üzərinə yumurtanın sarısını çəkib və üzərinə rəndədən keçirmiş qoz qırıntıları əlavə elədim. Mən elə gəlir ki, xırda-xırda qozları doğrayıb xəmirimizə əlavə edib elə də bişirmək olur. Çünki çox ləzzətli olur. Və belə qoz qırıntılarını da üzərinə əlavə etdikdən sonra hamısını əlavə etmədim. Çünki bizdə Rəsul yemir, belə qoz xoşlamır. Ona görə də bəzilərinə əlavə elədim. Və 180 dərəcəlik sobada, alt üst qızdırılmış sobada yarım saat ərzində üzəri qızarana qədər bişiririk. Mən özüm də birinci dəfə idi bu resepti edirdim. Elə bilirdim ki, biraz belə möhkəm, bərk, sərt piçenyalar alınacaq. Amma həqiqətən yumuşaq, belə ağızda əriyən çox xoşuma gəldi. Bunu mütləq bir daha sınaqdan keçirəcəm. Bugünlük isə məndən bu qədər. Daha çox belə reseptlərin, vlogların gəlməsini istəyirsinizsə, səhifəmə abunə olub, bəyənib və rəy yazmağı unutmayın. Hələlik!